Qarabağda iş var yoldaşlar. Qarabağda işdəki işləri, Qarabağda olan işləri mən mütəmadi olaraq zaten kanalda paylaşıram. Siz digərlərinə də baxa bilərsiniz kanalımızda olan. İlk öncə gəlin sizi mühafizəçi işi ilə tanış edeyim. Bu mühafizəçi işi Ağdamdadır, Hermes şirkətindədir yoldaşlar. Hermes şirkətindədir. Sizə qeyd edeyim ki, sizə qalmaq və yeməklə də təmin olunur. Əmək qismində razılaşma yolundadır. Tikinti obyektlərində tikinti obyektində təhlükəsizliyi təmin edirsiniz, giriş-çıxışa nəzarət edirsiniz. Bu Ağdam şəhərindədir. Sonra Xan kəndində yoldaşlar saçlı kassir işi var, tanışdı orada. 400-600 manatlıqdır, 18-55 yaşlı uşaqlar üçündür. Bundan əlavə Xan kəndində 25-55 yaşlı uşaqlar üçün 784 manatlıq sürücü işi var. Təhsil səviyyəniz orta olmalıdır. Heç olmasa orta səviyyəli təhsiliniz olmalıdır. Çörək ustası işi də var Xan kəndində. Xan kəndində digər Qarabağ bölgəsinə əsasən Xan kəndində daha çox işlər olur, xəbəriniz olsun. Çörək ustası işi də var, 670 manatda 25-55 yaşlı uşaqlar üçündür. Sonra Bərdədə 500-1000 manat aralığında koordinator işi var yoldaşlar. Parlaq şəhərdə 18-35 yaşlı kişilər üçündür bu. Bundan əlavə keyfiyyətə nəzarət üzrə kiçik mütəxəssis işi var Ağdamda yoldaşlar. Buna da müraciət edə bilərsiniz. Əgər ki, yaxşı səviyyədə ingilis dilini bilirsinizsə və rus dilini bilirsinizsə. İkisindən birini, yəni yazı və danışıq cəhətdən yaxşı bilməlisiniz. Ofis proqramlarında işləmə bacarığınız olmalıdır. Keyfiyyətə nəzarət və istehsalat sahəsində ən azı 1 illik iş təcrübəniz olmalıdır. Kimya mühəndislik sahəsində ali təhsiliniz olmalıdır. Sonra Füzulidə planlama mühəndisliyi var. Bu işdə Northwest Construction şirkətindədir yoldaşlar. AutoCAD bilikləri tələb olunur, ali təhsiliniz olmalıdır, Premium üzrə bilikləriniz olmalıdır, 3 illik iş təcrübəniz olmalıdır. Digər Qarabağdakı işlərlə də tanış olmaq istəyirsə, ya kanala daxil olun, yaxud da əlaqə vasitəsinə yaza bilərsiniz. Və yaxud da bu işlərə müraciət etməkdə dəstək istəyirsinizsə, bir sözlü iş tapmaca çətinlik çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsinə mesaj yazа bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harda görürsünüzsə, kanala daxil olun, Toğrul Əzəvodlu kanala. Kanala daxil olduqdan sonra diqqət eləsəz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz. Kitabçı işi var yoldaşlar. Bu arada fürsətdən istifadəni qeyd edim ki, kitab satışı ilə məşğul olan bir iş də var, amma mən bu videoda sizə ondan bəhs etmirəm. Kitabçı İnci şirkətində olmalıdır. Səhv hatırlamıramsa da 400-600 manatlıq bir işdir. Kişilər üçün olmalıdır o səhv hatırlamıramsa. Amma mən sizə bu günlər kitabxanaçı işindən bəhs etmək istəyirəm. Evrika Beynəlxalq Elm və Texnologiya Liseyindədir yoldaşlar bu iş. Nə tələb olunur? Sahə üzrə iş təcrübəniz tələb olunur. Kompüter bilikləri tələb olunur. Rus və ingilis dilini sərbəst bilməlisiniz yoldaşlar. İdarəetmə bacarığınız olmalıdır. Varsa belə bir düzəyintlərin bu işə müraciət edə bilərsiniz. Müraciət etməkdə də dəstək istəyirsə və yaxud da digər işlərlə də tanış olmaq istəyirsə, bir sözlü iş tapmaca çətinlik çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsinə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harda görürsünüzsə, kanala daxil olduqdan sonra, Toğrul Əzəvodlu kanalına daxil olduqdan sonra diqqət eləsəz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz. Az saatlı iş var yoldaşlar. Az saatlı iş var. 2 dənə işdən bəhs etmək istəyirəm. Yəni az saatlı dedikdə nə nəzərdə tutulur? Yəni part-time işlər nəzərdə tutulur və yaxud da sərbəst işlərdən də bəhs etmək olar, belə buna aid etmək olar qismən. Deməli, gəlin ilk öncə başlayaq. Satış məsləhətçi işi var, kassir işi var, part-time işdir bu yoldaşlar. Kontoxomdadır. Binə filialındadır, amma bu xəbəriniz olsun. Yəni ciddi bir şərti yoxdur yoldaşlar. Yüksək bacarınız olsun, pozitiv yanaşmanız varsa, Azərbaycan dilini səlis bilirsinizsə bu işə müraciət edə bilərsiniz. Sonra tələbələrə də müraciət edə bilər. Həmçinin kimsə əgər aranızda əlavə gəlir əldə etmək istəyirsə, həmin şəxslərin də müraciət edə biləcəyi başqa bir iş var. Onlayn satış işidir, Minor Smart şirkətindədir. Hər satılan məhsul üzrə 5 manatdan 50 manata qədər bonus əldə edə bilirsiniz. Yəni evdən oturub işləyə biləcəyiniz bir işdir yoldaşlar. Əsas məsələ nədir? Əsas məsələ aktiv sosial şəbəkə istifadəçisi olun, satış bacarınız olsun və yaxud da həm satış bacarınız olsun, həm də marağı olan şəxs olun. Yəni satışa marağınız olan şəxsinizsə, tam onlayn və sərbəst qrafikli işləyə biləcəyiniz, harada olmağından asılı olmayaraq işləmə imkanı olan belə bir iş var. Digər bu tipli işlər də var. O işlərlə də tanış olmaq istəyirsinizsə və yaxud da bu işlərə müraciət etməkdə çətinlik çəkirsinizsə, bir sözlü iş tapmaqda çətinlik çəkirsinizsə, ona bağlı əlaqə vasitəsinə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harda görürsünüzsə, kanala daxil olun, Toğrul Əzəvodlu kanalına. Kanala daxil olduqdan sonra diqqət edirsiniz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz. Bankda xadimə iş var, amma xəbəriniz olsun ki, yəni iş elə ancaq bankda deyil. Özü 2 dənə bankdadır, amma yəni cəmi xadimə işlərinin elə 2 dənədir və ikisi də elə ancaq bankda deyil, yoldaşlar. Yəni o cür düşünməyin. Başqa işlər də var. Mən indi Allah qoysa onlardan da bəhs edəcəm, amma ilk öncə bankdakılardan bəhs etmək istəyirəm. Bankda biri Rabitə bankdadır yoldaşlar. Gəlin ilk öncə Rabitə bankdakından bəhs edeyim. Rabitə bankdakı iş
Ciddi bir şərti yoxdur yoldaşlar sizdən. Buna müraciət edə bilərsiniz onlayn şəkildə. Sonra Bank Respublikada da var yoldaşlar. 35-45 yaşlı bir xanımsınızsa bu işə müraciət edə bilərsiniz və 1 illik heç olmasa iş təcrübəniz varsa. Baş ofisdədir. Bunlara onlayn şəkildə müraciət etməniz lazımdır yoldaşlar. Sonra Agrotrade-də var. Bu Xırdalanda olmalıdır. Bəli, Xırdalandadır. 1 illik iş təcrübəniz olmalıdır. Fiziki tələbləri var, sağlam olmalısınız. Azərbaycan dili bilməlisiniz, əlasılıqda orta səviyyəli, orta təhsiliniz olmalıdır. Bundan əlavə White Breeze oteldə də var yoldaşlar. Təmizlikçi işçisinə ehtiyac var. Bu hardadır? Gəlin bu haqqda da məlumat verim sizə. Bu da sizdən otel sahəsində təcrübə tələb edir. Yəni, başqa sahədə yox. Məhz otel sahəsində təcrübəniz olmalıdır. Xanım olmalısı saat 9-dan 6-ya kimidir, 550 manat maaş verir. Bu da belə bir variantdır. Sonra xadimə işi başqa variantlar da var. Gəlin o digər 3 dənə variantdan da bəhs edim sizə. Xadimə işi misal üçün Ay supermarketdə var. Ən az 25 yaşlı olmalısınız. 10 saatlıq bir işdir. 450 manat verir yoldaşlar. Xadimə işi United Coffee Beans'də var. 20-54 yaşlı şəxslər üçündür. 500-600 manatlıq bir işdir. 8 saatlıq işdir. Ağşəhərdədir. Belə bir variant da var. Sonra Paşapda da var. 20-55 yaşlı kişilər üçündür. Bu təmizlikçi işçisidir. Kişi namizədlər üçündür. Xəbəriniz olsun. Bu işlərə müraciət etmək çətinlik çəkirsinizsə, ona bağlı əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Və yaxud da digər sahələrdəki işlərlə də tanış olmaq istəyirsinizsə, bir sözlə iş tapmanızda çətinlik çəkirsinizsə, ona bağlı əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harda görürsə, kanala daxil olun, Toğrul kanala. Kanala daxil olduqdan sonra diqqət edərsəz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz. IT üzrə iş var yoldaşlar, IT üzrə iş var, IT texniki dəstək üzrə kiçik mütəxəssis var, helpdesk işi var, Access Bankdadır yoldaşlar bu. Bu sizdən nə tələb edir? İstihbaratçılara texniki yardım yolunda və ya digər müştəri xidməti işində təcrübəniz olmalıdır. Kompüter sistemləri, mobil qruplar və digər texniki məhsulların yaxşı anlaşılmasını bilməlisiniz. Əsas texniki problemləri təyin etmək və həll etmə bacarığınız olmalıdır. İngilis, Azərbaycan və rus dillərini bilməlisiniz. Əlaqə bacarıqlarınız olmalıdır. Digər işlər də olur bu tipli işlər. Xatırlayıram, helpdesk üzrə başqa yüngül işlər var idi. Amma belə kompüter elmlərinə aid və fərqli işlər kifayət qədərli olur. O işlərlə tanış olmaq istəyirsə və yaxud da bu işə müraciət etməkdə dəstək istəyirsinizsə, bir sözlə iş tapmanızda çətinlik çəkirsinizsə, ona bağlı əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harda görürsə kanala daxil olun, Toğrul kanala. Kanala daxil olduqdan sonra diqqət edirsiniz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz. Mühafizə işi var yoldaşlar, mühafizə işi var. Gəlin sizə mən bu işlərdən bəhs edeyim. İlk öncə növbə rəisi işindən bəhs etmək istəyirəm sizə. Sonra oteldə də var yoldaşlar, xəbəriniz olsun. Xatırlayıram, təxminən keçən ayda oteldə, başqa bir oteldə də olmalı idi bu iş. İlk öncə gəlin qeyd edeyim ki, Agrotrade Supply şirkətində növbə rəisi işi var, amma həvəslənməyin çox da yoldaşlar. Əmək haqqısı güclü deyil. 400-600 manat verirlər. İş təcrübəsi tələb edir sizdən ən az 3 illik. Varsa belə, əslində yəni sərf edir, kiməsə sərf edir hansı şəxslərə? O şəxslər ki, həmin əraziyə yaxın yerləşir, Şamaxı şosesində. Və bu sahədə karyera qurmaq istəyir. O, yəni müvəqqəti olaraq mühafizə sektorunda işləmək istəmir. Çünki siz bu sahədə növbə rəisi olaraq işləsəniz, indi burada iş saatları qeyd olunmayıbdır da. İndi ola bilər iş saatları gec olar və yaxud da bir gündən bir olan bir iş ola bilər. Sizə təcrübə olaraq bundan sərf eləyə bilər ki, gələn səfər adi bir mühafizəsi işinə deyil də, yenə də növbə rəisi işinə də müraciət etmək haqqınız olsun. Çünki sizin artıq mühafizə rəhbəri olaraq iş təcrübəniz olmuş olur. Mühafizə rəhbəri işlərdə bilirsiniz ki, 1200 manat civarındadır. Hal-hazırda başqa bir yerdə də olmalıdır elə bir vakansiya. Hansı şirkətdədir? A ilə başlayırdı adı. Kanalda var, diqqət eləsəniz, kanalda paylaşılıbdır, oradan baxa bilərsiniz. Sözümün canı o deyil, bu 600 manat civarında olan bir işdir. Bunu da yəni, o sahədə peşəkarlaşmaq istəyirsinizsə, müraciət eləməyiniz olar. Əgər ki, o əraziyə yaxın yerləşirsinizsə. Sonra Sheraton otelində var yoldaşlar, təhlükəsizlik işçisi, security officer. Deməli, 1-2 illik iş təcrübəsi tələb edir ki, yoldaşlar, bu sizdən xəbəriniz olsun. Və Azərbaycan dilini bilməlisiniz əla. İngilis dilini biləniniz varsa, nə gözəl, daha rəqabətçil olarsınız, amma vacib deyil ki, biləsiniz. Kamera sistemləri ilə, təhlükəsizlik kameralı sistemlərlə işləmə bacarığınız olmalıdır yoldaşlar. İlkin tibbi yardımı bilməlisiniz. Bu hansı oteldə idi yoldaşlar? Sheraton Bakı Introristdə idi. Sonra nəzarətçi işi var, Farialladır yoldaşlar. Bu 600-700 manatlıq bir işdir, 20-30 yaşlı kişilər üçündür. Təcrübə vacib deyil burada. Sonra nəzarətçi yeni həyat şirkətlər qrupunda var. 19-35 yaşlı şəxs olmalısınız, 175 sm boyunuz olmalıdır yoldaşlar. Belə bir iş vüsətdə var. 12 saatlıq işdir, 2 gün gündüz, 2 gecə və 2 gün istirahət olan bir iş rejiminə malikdir.
Digər mühafizəçi işlərlə də tanış olmaq istəsə və yaxud da fərqli sahələrdəki işlərlə də tanış olmaq istəsə və yaxud da bu işlərə müraciət etməkdə dəstək istəsə, bir sözlü iş tapmaca setini çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harda görürsünüzsə, kanala daxil olun, Torlantıvoda kanalına. Kanala daxil olduğunuz sonra diqqət etsəniz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz. Mühasib köməkçisi işi var yoldaşlar. Rahat mühasib köməkçisi işlərindən biridir bu. 20-45 yaş aralığında verir sizə, yəni geniş yaş həddi var. Xanım olmalısınız. Saat 10'un yarısından 5'in yarısına qədər bir işdir yoldaşlar. Kadr kargüzarlığı ilə bağlı bütün sənədləşmə proseslərini həyata keçirməlisiniz. İşə qəbul, vəzifə olma proseslərini də aparacaqsınız. Yəni bu həm də belə deyək də insan resurslarına aid olan vəzifə öhdəliyi də var. Məzuniyyətin verilməsi proseslərini aparacaqsınız. Uçot əməliyyatlarını icra edəcəksiniz. Yəni proqram bilirsinizsə, amma təcrübəniz belə deyim də yoxdursa da yəni müraciət edə bilərsiniz bu işə. Əgər bu sahədə peşəkarsınızsa, bilikləriniz varsa. İş yeri də Əhməd Rəcəblidədir yoldaşlar. Atatürk liseyinin yaxınlığındadır. Belə bir işdir. Digər mühasib işlərlə də tanış olmaq istəyirsə, bir sözlü iş tapmaca çətinlik çəkirsinizsə və ya da bu iş işlərə müraciət etməkdə dəstək istəyirsinizsə, onunla bağlı əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harda görürsünüzsə, kanala daxil olun, Torlantıvoda kanala. Kanala daxil olduqdan sonra diqqət etsəniz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz. İngilisi bilənə iş var yoldaşlar. İngilisi bilənə iş var. İngilis dilini kimsə bilirsə aranızda. Məsələn, sizin üçün iş ola bilər. Nə iş ola bilər? Bu özü 3 aylıq bir işdir. Hibrid sistemindən malik olan bir işdir. Internshipdir yoldaşlar. 3 aylıqdır. Noyabrın 8-nə qədər bu işə müraciət etmək haqqınız var. EduLive'dadır yoldaşlar bu. EduLive'dadır. Amma burada sizdən ali təhsil tələb eləməlidir. Səhv xatırlamıramsa, bir dəqiqə mən sizə bəli, tələb olmalısınız və yaxud da son məzun olmalısınız. Belə bir özəlliyiniz varsa, güclü analitik qabiliyyətiniz varsa, araşdırma qabiliyyətiniz varsa, yazma qabiliyyətiniz varsa, hekayə yazmaq, hekayə belə deyim, yaratmaq qabiliyyətiniz varsa, ingilis dilini yaxşı səviyyədə bilirsinizsə, belə bir iş imkanı var. Digər bu tipli işlərlə də tanış olmaq istəyirsə və yaxud da fərqli sahələrdəki işlərlə də tanış olmaq istəyirsinizsə, bir sözlə iş tapmaca çətinlik çəkirsinizsə və yaxud da bu işə müraciət etməkdə dəstək istəyirsinizsə, onunla bağlı əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harda görürsünüzsə, kanala daxil olun, Torlantıvoda kanala. Kanala daxil olduqdan sonra diqqət etsəniz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz. Rayonda sürücü işi var yoldaşlar. Rayonda sürücü işi var. Hansı rayondadır bu? Bu satış nümayəndəsi işidir yoldaşlar. Amma yəni sürücülük vəsiqəniz varsa sizin, baxın deyim də sizə, şəxsi avtomobiliniz varsa, B, BC kateqoriya sürücülük vəsiqəniz varsa, satış üzrə minimum 2 illik iş təcrübəniz varsa, soyuq satışların aparılmasında təcrübəniz varsa, yaşam orta təhsiliniz varsa, 5 günlük iş həftəsində səhər saat 9-dan 6 kimi olan iş rejiminə malik olan, yemək, benzin və amortizasiya xərcləri qarşılanan və 1500-1700 manatlıq məvacibi olan belə bir iş var yoldaşlar. Bu işə də müraciət edəcəksiniz, çəkirsinizsə və yaxud da digər işlərlə də tanış olmaq istəyirsə, rayonda olan başqa işlərlə də tanış olmaq istəyirsə, bir sözlə iş tapmaca çətinlik çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harda görürsünüzsə, kanala daxil olun, Torlantıvoda kanala. Kanala daxil olduqdan sonra orada profildə diqqət etsəniz, əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz. Rus dilini bilənə iş var yoldaşlar. Rus dilini bilənlərə ümumiyyətlə kifayət qədər işlər olur. Amma mən sizə Yelo Bankdakı işdən bəhs etmək istəyirəm. Çünki çox şərtləri yoxdur. Ali təhsil tələb edir. Office proqramlarını istifadəçi səviyyəsində bilməyi tələb edir. Azərbaycan və Rus dillərində sərbəst danışıq və yazma qabiliyyəti tələb edir. Belə bir işdir yoldaşlar. Bu işə müraciət edib şansınızı yoxlaya bilərsiniz. Digər işlərlə də tanış olmaq istəyirsə, bir sözlə iş tapmanıza çətinlik çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harda görürsünüzsə, kanala daxil olun, Torlantıvoda kanala. Kanala daxil olduqdan sonra diqqət etsəniz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz. 750 manatlıq qablaşdırıcı iş var yoldaşlar. 750 manatlıq qablaşdırıcı iş var. Qablaşdırıcı işlərdən 2 dənəsindən bəhs etmək istəyirəm. İlk öncə gəlin bu 750 manat civarında olan qablaşdırıcı işinə başlayayım. Çeşidləyici işidir, Azərmətdədir yoldaşlar. Deməli, bu 550-750 manat aralığında sizə əmək haqqı təklif edir. Meyvəli bazarının yanındadır yoldaşlar. 20-28 yaşlı xanımlar üçündür bu. Bu bir variantdır yoldaşlar. Digər bir variant isə bobin qablaşdırıcı işidir. Bu isə Prime Coating şirkətindədir. Heydər Əliyev prospektində olmalıdır bu yoldaşlar. Bu növbəli iş rejiminə malikdir. Kim olmalısınız? Orta təhsiliniz olmalıdır yoldaşlar. Varsa belə bir özəlliyiniz, bu işə müraciət edə bilərsiniz. Əslində, digər qablaşdırıcı işlər də olmalıdır. Paylaşılır mütəmadi olaraq kanalda. Diqqət etsəniz, onlara da baxa bilərsiniz. Fərqli sahələrdəki işlərlə də tanış olmaq istəyirsinizsə, ümumiyyətlə, bu işlərə müraciət etməkdə çətinlik çəkirsinizsə,
Bir sözlə iş tapmanızı səsini çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsinə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi kanalda qeyd olunubdur. Siz bu videonun harada da baxırsınızsa, profilə daxil olun, kanala daxil olun, daha doğrusu Toğrul Əcəbədə kanala. Kanala daxil olduqdan sonra diqqət eləsəniz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz. Tələbələrə özəl onlayn iş var yoldaşlar. Gəlin bu işdən bəhs edeyim. Özdə qeyd edim ki, evdən oturub işləyə biləcəksiniz bir işdir. Yəni onlayn işdir. Əsas məsələ. Miner Smart şirkətindədir yoldaşlar. Bu tam onlayn və sərbəst qrafikli bir işdir. Harada olmanızdan asılı olmaq işləmə imkanınız olur. Hər satılan məhsul üzrə 5 manatdan 50 manata qədər bonus əldə edə bilirsiniz. Satış sayına görə əlavə mükafatlar və davamlı əməkdaşlıq imkanı da var. İşin mahiyyəti nədən ibarətdir? Sosial şəbəkələr və mesajlaşma platformaları üzərindən məhsulların, hansı məhsulların, telefon, notebook, aksesuar və sair təqdimatı və satışından ibarətdir. Müştərilərlə əlaqəli yaratmaq və yönləndirmə işidir. Satış baş tutduqda da bonus qazanmaqdır. Siz telefon, notebook və digər rəqəmsal məhsulların satışı ilə məşğul olursunuz. Yəni, daha doğrusu şirkət o işlə məşğul olan bir mağazadır. Və onlayn satış prosesinə dəstək olan şəxslər axtarırlar. Onlar da sizə belə bir təkliflə çıxış eləyirlər. Evdən çıxmadan sərbəst qrafikli işləmə imkanı olan bir işdir. Vacib deyil tələb olasınız, bunu da bildirim. Yəni, əsas məsələ əlavə gəlir əldə etmək istəyirsinizsə, yəni bu işə müraciət edə bilərsiniz. Bu işə də müraciət sətini çəkirsinizsə və yaxud da digər işlərlə də tanış olmaq istəyirsinizsə, bir sözlə iş tapmanızı sətini çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsinə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harada görürsünüzsə, kanala daxil olun, Toğrul Əcəbədə kanala. Kanala daxil olduqdan sonra diqqət etsəniz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz. Məşhur oteldə parkinq işi var yoldaşlar. Şəhərin mərkəzində yerləşən oteldə parkinq işi var, Four Seasons oteldə. Bu işə də müraciət etmək istəyirsə, nəzərinizdə olsun ki, yəni bu iş Azərbaycan Respublikasının vətəndaşları üçün duranacaq və müxtəlif növbələri var, xəbəriniz olsun və full time'dır, yəni tam iş qrafiklidir. Belə bir işdir yoldaşlar. Bir sıra özəllikləri var. Şəhərin mərkəzindədir. Yəqin ki, burada böyük ehtimal ki, daha doğrusu, yəqin ki, Çayvoy nəyə gedirdi bizdə? Bəxşişləriniz də yəqin ki, gözəl olacaq. Parking işçisidir yoldaşlar. Valet Parking Attendant gedir. Belə bir işdir. Bu işə də müraciət çətini çəkirsə, onunla bağlı əlaqə vasitəmizə yaza bilərsiniz. Digər işlərlə də tanış olmaq istəyirsə, xatırlayıram ki, Ağa Şirkətlər qrupunda da səhv xatırlamamsa parking işçisi olmalı idi. Təzəliklə paylaşılmışdı. Fərqli sahələrdə də işlərlə də tanış olmaq istəyirsə, bir sözlə iş tapmanızı səsini çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsinə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harada baxırsınızsa, kanala daxil olun, Toğrul Əcəbədə kanala. Kanala daxil olduqdan sonra diqqət eləsəniz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz. Vergidə iş var yoldaşlar, vergidə iş var. Mən gəlin sizə o vergidəki olan işdən bəhs edeyim. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində işə qəbula bağlı müsabiqə elan olunub yoldaşlar. Deməli, bunun üçün siz, müsabiqə sənəd qəbulu elektron ərizə vasitəsilə baş tutur yoldaşlar. Və bu ərizələrin də, belə deyim, müddəti nə vaxta qədərdir? 11-ci ayın 28-nə qədər, axşam saat 12-yə 1 dəqiqəyə qalmışa qədər, belə deyək, baş tutur. Belə bir variantdır. Xəbəriniz olsun, kimsə əgər vergilərdə işləmək istəyirsə, bu fürsətdən istifadə edə bilər. Test imtahanı olur yoldaşlar. Test imtahanında da hüquqşünaslıq ixtisasına malik olanlar üçün bəzi suallar, digər ixtisaslara aid olan şəxslər üçün fərqli suallar verilir yoldaşlar. Bu işə də müraciət etməkdə dəstək istəyirsinizsə və yaxud da digər sahələrdəki işlərlə də tanış olmaq istəyirsinizsə, bir sözlə iş tapmanızı sətini çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsinə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harada görürsünüzsə, orada kanala daxil olun, Toğrul Əcəbədə kanala. Kanala daxil olduqdan sonra diqqət eləsəniz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz. Qaradağda da işlər var yoldaşlar. Qaradağda bir sıra işlər var ki, mən onlardan bəhs etmək istəyirəm. Bir təxminən 1, 2, 3, 4, 5, təxminən 8-ə, 9-a yaxın işlərdir, müxtəlif işlərdir. Onların hər birindən indi Allah göstərsə bəhs edirəm. Deməli, birinci işdən gəlin başlayaq. Qeyd edim ki, aralarında 2000 manatlıq işlər var. Sonsun, Qaradağda işlərdən biri 750 manatlıq çeşitləyici işidir yoldaşlar. Azərmeddədir. 20-28 yaşlı xanımlar üçündür bu. Meyvəli bazarının yanındadır. Bu bir variantıdır. Sonra Binə filialında satış təmsilçisi işi var yoldaşlar. Özdə burada yarım ştat olaraq, yəni 8 saatdan az olaraq işləmə imkanınız var. Növbəli iş rejimidir. Deməli, belə bir işdir. Bu da ciddi bir şey tələb eləmir yoldaşlar. Rahatlıqla bu işə müraciət edə bilərsiniz. Müştəri yönümlüsünüzsə, ünsiyyət bazarınız varsa, satış məsləhətçisi kasser işidir, Kontoxomdadır. Bu belə bir variantdır.
Bundan əlavə Qaradağı inzibatlaşdırma üzrə işçiyə ehtiyac var. Abşeron logistika mərkəzindədir yoldaşlar bu işdə. Bir dəqiqə. Bəli, Abşeron logistika mərkəzindədir. Bu sizdən nə tələb edir? Ali təhsil tələb edir, rus dilini bilməyi tələb edir, ofis proqramlarını bilməyi tələb edir. Bu da belə bir variantdır yoldaşlar. Sonra Qaradağda avtoyükləyici sürücü işi də var yoldaşlar. Asply kompozitdədir. 950 manat pul verir. 22-50 yaşlı kişilər üçündür bu. Ləhbatan Qobu yolundadır. Ləhbatandadır. Sonra 800 manatlıq başqa bir iş də var yoldaşlar Qaradağda. Əməliyyatlar üzrə operator işidir. Azizən qrupdadır. 700-800 manatlıq bir işdir. Abşeron ticarət mərkəzinə yaxın yerləşir. 20-35 yaşlı kişi olmalısınız. Ofis proqramlarını bilməlisiniz. 1 illik iş təcrübəniz olmalıdır. İngilis dilini mütləq şəkildə bilməlisiniz yoldaşlar. Bu işə müraciət etmək istəyirsinizsə gəl. Sonra 2000 manatlıq bir iş var. Restoran direktoru işidir. Narahat olmayın. Mühafizəçi işi də var. Sürücü işi, satış məsləhətçisi işi də var yoldaşlar. İndi irəliləyən dəqiqələrdə onlardan da bəhs edəcəm Allah qoysa. Deməli 2000 manat civarında olan restoran direktoru 145 qrupdadır. Burada fərq eləmirsiniz. Xanım da ola bilərsiniz, bəy də. Əsas məsələ nədir? Rəhbər vəzifəsində 5 ildən artıq təcrübəniz olsun. Rus dilini və Azərbaycan dilini əla, ingilis dilini orta bilin, ofis proqramlarını əla bilin, ali ixtisasınız olsun. Günorta 12-dən axşam 10-a qədərdir. Belə bir işdir. Sədəyə ticarət mərkəzindədir. Bu da bir variantdır yoldaşlar. Növbəti bir variant mühafizəçi işidir yoldaşlar. Qaradağdadır. Bu deməli Beta şirkətindədir. Amma bu sizdən boy ölçüsü tələb edir yoldaşlar. Boy ölçünüz olmalıdır sizin 20-45, daha doğrusu 20-45 yaşlı olmalısınız. 175 sm olmalıdır boyunuz ən azı. Fiziki cəhətdən sağlam olmalısınız. Azərbaycan Respublikası vətəndaşı olmalısınız yoldaşlar. Belə bir şəxsinizsə müraciət edə bilərsiniz bu işə. Sonra Qaradağda fəhlə işi də var. 714 manatlıq bir fəhlə işi də var yoldaşlar. Bu fəhlə işi Royal Foods'dadır. Deməli, bu nə tələb edir sizdən? Gəlin ondan da bəhs edeyim sizə. Bu 20-35 yaşlı şəxs olun, bəy olun, vəssalam. Digər vacib şərti yoxdur. Sonra satış məsləhətçi işi var yoldaşlar. Bu da ən sonuncusudur. Bu 405 manatlıq bir işdir. 21-28 yaşlı şəxslər üçündür. Word-ü, Excel-i, sosial şəbəkələrdə işləmə bacarınız varsa, rahatlıqla müraciət edə biləcəyiniz bir işdir. 6 saatlıq bir işdir yoldaşlar. Saat 10-dan 4-ə qədərdir. Həftə içində 5 gündür. Abşeron ticarət mərkəzindədir. Onlayn satış işidir. Bu və bənzəri digər işlərlə tanış olmaq üçün Qaradağda olan işlər indi mən ən sonlarını dedim də sizə. Təkcə bunlardan ibarət deyil, yəni narahat olmayın. Digər işlərdən də tanış olmaq istəyirsinizsə və ya da fərqli sahələrdə də işlərlə də tanış olmaq istəyirsinizsə, bir sözlə iş tapmanızda dəstəkçisə, onunla bağlı əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harda görürsünüzsə, kanala daxil olun, Toğrul adlı kanala. Kanala daxil olduqdan sonra diqqət eləsəniz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz. Zəng operator işi var. Operator işləri zaten çox olur. Tez-tez olur daha doğrusu və amma bu Azintelekomdadır yoldaşlar. Ali təhsil tələb edir və bəzilərində heç ciddi bir şərtlər olmayan variantlar da olur, amma bu nisbətən şərtləri orta səviyyədədir. Sənis və aydın intonasiya ilə danışma bacarınız varsa, müştərilərlə ünsiyyət qurma bacarınız varsa, ən əsası qeydiyyat və məlumat bazası proqramlarında işləmək təcrübəniz varsa, telefon və elektron məktublarla peşəkar ünsiyyət bacarınız varsa, yəni peşəkar olmalıdır o ünsiyyət bacarınız, ali təhsilli olmalısınız. Varsa belə bir özəllikləriniz, Azintelekomda belə bir iş var, zəng mərkəzi üzrə operator işidir yoldaşlar. Bu işə də müraciət etmək çəkirsinizsə və yaxud da digər operator işlərlə də tanış olmaq istəyir, bir sözlə və yaxud da fərqli sahələrdəki işlərlə də tanış olmaq istəyir. Bir sözlə iş tapmanıza çətinlik çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harda görürsünüzsə, kanala daxil olun, Toğrul kanala. Kanala daxil olduqdan sonra diqqət eləsəniz, profildə əlaqə vasitəsi qeyd olunub, həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz. Stomatoloq köməkçisi işi var yoldaşlar. Stomatoloq köməkçisi işi var. Deməli, bu 28 may metrosunun yaxın yerləşən stomatoloji klinikaya lazımdır. Gündə 4-5 saat işləyirsiniz. Təxminən 250-350 manat qazana bilirsiniz. Bir gün saat 10-dan 3-ə qədər, digər belə deyim, cüt günlər isə günorta 3-dən axşam 8-ə qədərdir yoldaşlar. Təcrübəsi olmayan namizədlərə də yerindəcə öyrədilir iş yoldaşlar. Bu işdən müraciət çətinlik çəkirsinizsə və digər işlərlə də tanış olmaq istəyirsə, bir sözlə iş tapmanıza çətinlik çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harda görürsünüzsə, kanala daxil olun. Toğrul kanala. Kanala daxil olduqdan sonra diqqət eləsəniz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz. Salyanda iş var yoldaşlar. Salyanda iş var. Salyanda mən bir sıra işlər olur. Amma mən sizə ikisindən bəhs etmək istəyirəm. Biri Yellow Bankdadır yoldaşlar. Biri Yellow Bankdadır. Kredit və qeyri-kredit əməliyyatlar şöbəsində inzibatçı işidir. Kimlər üçündür bu yoldaşlar?
orta peşə və ya ali təhsil olan şəxslər üçündür. Əgər varsa bu özəllikləriniz 400-500 manatlıq bir işdir yoldaşlar. Analitik qabiliyyətiniz varsa bu işə müraciət edə bilərsiniz. Yellow Bankın Salyan filialı üçündür bu yoldaşlar. Sonra mexanik tələbə işi var yoldaşlar. Salyandadır bu da. Bu ali təhsil tələb edir sizdən. Əgər mexanika, kənd təsərrüfatı texnikası, avtomobil nəqliyyatı, texniki xidmət və əlaqəli sahələr üzrə təhsiliniz varsa, təcrübə tələb eləməyən belə bir iş var yoldaşlar. Bu işdən müraciət edə bilərsiniz. Bu sahədə işləmək və praktiki bilik qazanmaq istəyən tələbələr və yeni məzunlar üçün nəzərdə tutulub bu iş yoldaşlar. Aranızda elə bir şəxs varsa müraciət edə bilər və Office proqramlarını bilməlisiniz yoldaşlar. Microsoft Office proqramlarını, xüsusilə də Excel və Word-ü bilməlisiniz. Azərbaycan dilini sərbəst bilməlisiniz. Belə bir işdir yoldaşlar. Bu Prime Cotton şirkəti də özdə fərqli rayonlarda da bunun filialı var. Yəni perspektivli bir şirkətdir. Bu işlərə də müraciət metodi çətinlik çəkirsinizsə, ona bağlı əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Digər işlərlə də tanış olmaq istəyirsinizsə, bir sözlə iş tapmaca çətinlik çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harda görürsünüzsə kanala daxil olun, toğrulacaq kanala. Kanala daxil olduqdan sonra diqqət edersəniz profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz. Azərsun'da iş var yoldaşlar. Azərsun'da zaten holdingdir. Orada yəni çoxlu işlər olur. Müxtəlif şirkətləri var həmin holdingin. Amma yəni mən sizə rahat bir işdən bəhs etmək istəyirəm. Həmin şirkətin Azsənəyə Bank Açıq Səhmdar Cəmiyyəti var, Dərnəgül filialı var. Həmin o yerə yoldaşlar işçilərə ehtiyac var, işçiyə ehtiyac var, daha dəqiq desək. Ali iqtisadi təhsilli olan varsa aranızda, Microsoft Office biliklərini bilən varsa, analitik və məntiqi düşüncəsi varsa, komanda ilə işləmə bacarığı dəqiq və məsuliyyətli bir şəxssə, bu işə müraciət edə bilər yoldaşlar. Belə bir işdir yoldaşlar. Bu işə də müraciət metodi çətinlik çəkirsinizsə və yaxud da digər işlərlə də tanış olmaq istəyirsinizsə, bir sözlə iş tapmaca çətinlik çəkirsinizsə, ona bağlı əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harda görürsünüzsə kanala daxil olun, toğrulacaq kanala. Kanala daxil olundan sonra diqqət etsəniz profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz. Yalamada iş var yoldaşlar. Yalamada iş var. Bir neçə işdən bəhs etmək istəyirəm yalamada. Bir təxminən 4 dənə işdən bəhs etmək istəyirəm yoldaşlar. Bunların 4-ü də yoldaşlar Yalama Aqroparkdadır. Xəbəriniz olsun. Gəlin qısa olaraq bəhs edeyim. Yalama Aqroparkda misal üçün aşpaz işi də var. Bu amma sizdən kulinari üzrə peşə təhsil tələb eləyir, 2 illik iş təcrübəsi tələb eləyir. Bir də aşpaz köməkçisi işi var. Burada isə iaşə və ya mətbəx sahəsində azı 1 illik iş təcrübəsi tələb eləyir. Bundan əlavə təhlükəsizlik işçisinə də ehtiyac var. 1 ilədək iş təcrübəsi tələb eləyir sizdən. Bundan əlavə elektrik çilingər işi də var. Bu sahədə elektrik və ya texniki ixtisas üzrə orta ixtisasınız və ya peşə təhsiliniz olmalıdır. Varsa bu özəllikləriniz bu işlərə müraciət edə bilərsiniz. Digər rayonlardakı işlərlə də tanış olmaq istəyirsinizsə və yaxud da Yalamadakı digər işlərlə də tanış olmaq istəyirsinizsə, bir sözlə iş tapmaca çətinlik çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi kanalda daxil olduqda görə bilərsiniz. Yəni profildə qeyd olunubdur. Siz bu videonu harda baxırsınızsa kanala daxil olun, toğrulacaq kanala. Kanala daxil olduqdan sonra diqqət eləsəz profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz. Gecə növbəsi 21-25 yaşlı şəxslərə iş var yoldaşlar. Velosiped üzrə ərazi kollektoru işidir. Amma gecə növbəsidir yoldaşlar. 21-25 yaşlı bir şəxsinizsə bu işə müraciət edə bilərsiniz. Yəni fiziki cəhətdən aktiv bir şəxsinizsə, dinamik, enerjili bir şəxsinizsə bu işə müraciət edə bilərsiniz. Digər bu tipli işlərlə də tanış olmaq istəyirsinizsə, onunla da bağlı əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Nə iş görürsünüz? Gəlin xırdaca bir ondan bəhs edeyim. Velosipedlərin şəhərin müxtəlif yerlərində müəyyən edilmiş yerlərə çatdırılmasını və yer dəyişməsini icra edirsiniz. Velosipedlərin təhlükəsizliyinin və texniki vəziyyətini yoxlayırsınız və sair bu tipli bir işdir yoldaşlar. Apar şirkətindədir. Bu işə də müraciət metodi çətinlik çəkirsinizsə və yaxud da digər işlərlə də tanış olmaq istəyirsinizsə, bir sözlə iş tapmanızda çətinlik çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harda görürsünüzsə kanala daxil olun, toğrulacaq kanala. Kanala daxil olduqdan sonra diqqət eləsəniz profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz. Qabyan işi var yoldaşlar, qabyan işi var. Deməli kimlər üçündür bu qabyan işi? Kimlər üçündür bu? Bu oteldədir bu arada, daha doğrusu Hilton otelindədir yoldaşlar. Yaxşı ünsiyyət bazarınız varsa, tək başına və ya komandada işləmə bazarınız varsa və ən əsası bütün növbələrdə işləmək bazarınız varsa, təzyiq altında işləmə bazarınız varsa bu işə müraciət edə bilərsiniz. Bu işə də müraciət çətinlik çəkirsə,
digər qabiliyyət işlərlə də tanış olmaq istəyirsə və yaxud da fərqli sahələrdəki işlərlə də tanış olmaq istəyirsə, bir sözlə iş tapmacı çətinlik çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harda görürsünüzsə kanala daxil olun. Toğrulacaq kanala. Kanala daxil olduğundan sonra diqqət etsəniz profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz. Memarlıq inşaat məzunlarına iş təcrübəsi, daha doğrusu iş var yoldaşlar. Belə ki, aranızda əgər kimsə memarlıq və inşaat universitetini bitiribdirsə, yəni əsas şərtləri budur. O zaman inşaat direktorluğunda çalışacaq təcrübəti smetacı axtarır yoldaşlar. Kim axtarır bunu? Bunu Araz supermarket axtarır yoldaşlar. 20-30 yaşlı bir şəxsinizsə 300-400 manatlıq bir təcrübə proqramıdır. Bu iş fürsətindən istifadə edə bilərsiniz. Amma qeyd edim ki, təcrübəti işi bu sahədə memarlıq və inşaat universitetinin tələbələr, məzunlar üçündür. Amma fərqli sahələrdə də yəni təcrübə proqramları olur, xəbəriniz olsun. Həmin o variantlarla da tanış olmaq istəyirsə və yaxud da ümumiyyətlə təcrübə proqramı deyil, işlərlə də tanış olmaq istəyirsə, bir sözlə iş tapmacı çətinlik çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Həmçinin bu işlərə müraciət etməkdə də dəstəyi üçün. Ofisiant işi var yoldaşlar. Ofisiant işi var. Özdə 3 nəfərə ehtiyac var. Neftçilər prospektindədir, şəhərin mərkəzindədir yoldaşlar. Amma bu hər adamlıq da deyil. Rus və ingilis dilində yaxşı ünsiyyət bazarınız varsa bu işə müraciət edə bilərsiniz. Müştəri xidməti üzrə baza bilikləriniz olmalıdır ki, bu işə müraciət edə bilərsiniz. 600 manat net əmək haqqısı var. Həftədə 6 gündür tam ştat bir işdir yoldaşlar. Bu işə də müraciət mesajını çəkirsinizsə və yaxud da digər sahələrdəki işlərlə də tanış olmaq istəyirsə, bir sözlə iş tapmacı çətinlik çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harda görürsünüzsə, orada kanala daxil olun. Toğrulacaq kanala. Kanala daxil olduqdan sonra diqqət etsəniz profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz. Redaktor işi var yoldaşlar. Redaktor işi hərdən onu xatırlayıram ki, səhv hatırlamırsam ictimai televiziyada da hərdən olur. Amma bu redaktor işi Butay Yayımları nəşriyyatındadır yoldaşlar. Bu ibtidai sinif kitabları və digər nəşrlərin məzmununu dil və orfoqrafiya baxımından yoxlayan, səhvlər düzəldən və mətni çapa tam hazır vəziyyətə gətirən mütəxəssislər üçündür. Butay Yayımları nəşriyyat evindədir. Əyani bir işdir yoldaşlar. Həftənin 6 günüdür. Corel Draw, Illustrator proqramlarında işləmə bacarığınız olmalıdır. Ali təhsiliniz olmalıdır və bu sahədə bir heç olmasa iş təcrübəniz olmalıdır. Bu işə də müraciət etməkdə çətinlik çəkirsinizsə və yaxud da digər sahələrdəki işlərlə də tanış olmaq istəyirsə, bir sözlə iş tapmacı çətinlik çəkirsinizsə, ona bağlı əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harda görürsünüzsə, kanala daxil olun, toğrulacaq kanala. Kanala daxil olduqdan sonra diqqət etsəniz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz. Əczaçı işi var yoldaşlar. Əczaçı işindən bəhs etmək istəyirəm mən sizə. Bu 500.000 manat aralığında dəyişir. İş təcrübəsi tələb edir sizdən. Heç olmasa 1 illik olmalıdır. Təhsil tələbi də var. Əczaçı ixtisası üzrə orta və yaxud da ali tibbi təhsilli olmalısınız. Yəni tibb kollecinin və yaxud da universitetin əczaçılıq fakültə məzunu olmalısınız və müvafiq sertifikasiya şərtləriniz olmalıdır. Fərqli özəlliyi nədən ibarətdir yoldaşlar bu işin? Fərqli özəlliyi ondan ibarətdir ki, iş növbəlidir. Bir gündən belə deyim, bir gün səhər saat 9-dan günorta 3-ə qədər, digər gün isə günorta 3-dən axşam 9-a qədərdir. Bir gün istirahət verirlər. Belə bir işdir yoldaşlar. Medical City-dədir. Bu işə də müraciət etmək üçün onlayn şəkildə CV-nizi göndərməlisiniz. Digər işlərlə də tanış olmaq istəyirsə, bir sözlə iş tapmacı çətinlik çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunub. Siz bu videonu harda görürsünüzsə, kanala daxil olun. Kanala daxil olduqdan sonra diqqət etsəniz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz. Uşaq müəllimi işi var yoldaşlar. Uşaq müəllimi işi. Bu deməli English School-dadır yoldaşlar. Kimlərə ən azı hansı öhdəlikləri olan şəxslər müraciət etməlidir. Belə ki, orta ixtisas təhsiliniz olmalıdır ən azı. Və erkin inkişaf və məktəbə qədər təhsil sahəsində ən azı 1 illik iş təcrübəniz olmalıdır. Rus dilini bilməlisiniz. Uşaqları sevən şəxsinizsə, baxın, belə bir iş imkanı da var. Engla Kids and Pro-School Studies mərkəzindədir, Yasamal rayonundadır. Rus bölməsi üçündür. 2-4 yaşlı uşaqlar üçündür yoldaşlar. Bu və bənzəri digər işlərlə də tanış olmaq istəyirsə, digər müəllim işlərindən də və yaxud da fərqli sahələrdəki işlərlə də tanış olmaq istəyirsə, bir sözlə iş tapmacı çətinlik çəkirsinizsə, onunla bağlı dəstəklər üçün əlaqə vasitəsinə yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harda görürsünüzsə, kanala daxil olun, Toğrulacaq kanala. Kanala daxil olduqdan sonra diqqət etsəniz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz.